Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində 25 iyun tarixidir və bir xəbər diqqətinizə çatdıracağıq. Məlum olduğu kimi Ermənistanda Nikol Paşinyan tərəfdarları yanaşı onu devirməyə çalışan tərəfdarların da sayı durmadan artıb və bunun əsas səbəblərindən biri də Nikol Paşinyanın son zamanlarda kilsə ilə bağlı olan mübarizəsidir. Elə bununla bağlı bir xəbər diqqətinizə çatdıracaq. Belə ki, Ermənistanın hüquq mühafizə orqanları artıq müqəddəs mübarizə tərəfdarlarını təqib eləməyə başlayıb və bu barədə Ermənistan mediası məlumat verir. Məlumatda bildirilir ki, iyunun 25-i səhər tezdən onlar müqəddəs mübarizə tərəfdarlarının evlərində axtarış aparmağa başlayıblar. Hüquq mühafizə orqanlarının əməkdaşı arxiyepiskop Baqrat Qalstanyanın yaşadığı yerdə də əməliyyat aparıblar. Bundan əlavə Daşnaqüstün xəbər verir ki, hazırda ali orqanın üzvü İqor Sarkisyanın, Abovyanda komitə üzvü Vardan Avakyanın və Hrazdanda komitə üzvü Artaşes Hunanyan və Noyembergyanda komitə üzvü olan Varazdat Amirakanyanın mənzilində də axtarışlar davam etdirilir.